Afrika qitəsinin ən böyük second hand bazarıdır bura. Düzdür qardaş? Qardaşım düzdür? Hayır. Burada 20 qəpiyə ayaqqabılar var. Narkotika satırdı. Mən indi bildim ki, qardaşlığa görə bu vəziyyətdədir. I know I'm consort. Okay, good. Okay. Azərbaycanlarda sən kamera uğurlaya bilərsən. Onlara Kenyada matatu deyirlər. Eşitməmsən Azərbaycan, Türkiyə, Qazaxstan. Yəni öz həyat yoldaşının adını yazıb. Deyirsən bir həyat yoldaşı bəs eləyir. Bəli. Salam Azərbaycan. Bir daha təşəkkürlər. Hər şeyə görə çox sağ ol. Kenyada açılan növbəti səhər. Yeməyimizi yeməmiş, kofemizi içməmiş, düşdük Nairobinin küçələrinə. İlk növbədə məhəllə uşaqları ilə salamlaşıb, başladıq çəkilişə. Bu dəfə yolumuz Afrikanın ən böyük ikinci əl paltar bazarı olan Gikomboya idi. Afrika qitəsinin ən böyük second hand bazarıdır bura. Buradakı ayaqqabılara baxanda nəinki second hand, bu second handdir. Xalq arasında second hand kimi bildiyimiz bu zad 1943-cü ildə İngiltərədə yaranıb və səbəbi Fransa müqavimət təşkilatına yardım etmək idi. Amma sonradan bu yavaş-yavaş bəlli bir biznesə çevrildi. Hal-hazırda ikinci əl paltar biznesinin genişlənməsində Avropanın daha çox marağı var. Dünyaya ədalət dərsi keçən Avropa, ədalətsizlik, hətta vicdansızlıq edərək il ərzində tonlarla zirzibili, başda Kenya olmaqla Afrika ölkələrini ötürür və bu şəkildə özləri dırnaqarası təmiz qalır. Onu da qeyd edim ki, BMT-nin hesablamalarına görə dünya üzrə ekoloji çirklənmənin 8%-i tikiş fabriklərində istehsal olunan məhsulların payına düşür. Bundan əlavə, il ərzində 782 milyon manatlıq paltarla təbiət çirklənməyə məruz qalır. Dünyadakı aidiyyəti qurumların mütəxəssisləri hesab eləyirlər ki, Qərb ölkələri Afrikadan zibil poligonu kimi istifadə edir və ümumi tullantıların 30-40%-ni buradakı ölkələrə göndərirlər. İl ərzində 37 milyon ədəd Kenyaya məhsullar gətirilir. 37 milyon deyirik, bu sizə zarafat gəlməsin. Bu əməlli başlı zirzibil tullantı deməkdir. Yəni, ikinci dəfə emala yararlı olmayan məhsullardır, göndərirlər Kenyaya. Xeyriyyə cəmiyyətləri gətirirlər bunu, amma insanlara yardım adı ilə gətirib, burada onun satışını həyata keçirirlər. Məhz reallıq budur. Kenya hökumətindən bunu yaxşı bilirlər, məlumatları var ki, xeyriyyə cəmiyyətləri bu işlərlə məşğuldurlar, amma bu məsələlərə hardasa göz yumurlar. Niyə? Çünki minlərlə insan işlə təmin olunmuş sayılır, əgər belə demək mümkündürsə. Gün ərzində bizim pulla götürsək, 2-3 manat evlərinə pul apara bilirlər. Bütün yararsız, satılmayan məhsullar gedir Nairobi çayına. Düzdür qardaş? Qardaşım düzdür? Hayır. Hər. Sən yaxşı qardaşsan. Gəl gedək. Bayaqdan bizi müşahidə eləyir. Sən bizim mühafizəçimizsən. Burada 20 qəpiyə ayaqqabılar var. Kim istəyirsə gəlib buradan ala bilir. Dərinliyə getdikcə qiymətlər aşağı düşür. Bayaqlar məsələn 1-2 manata idisə orada ayaqqabılar. Amma indi burada 20 qəpiyədir. 20-30 qəpiyə. Burada da 18-ci əl qadın iç geyimləridir. Koftalar, maykalar bizim pulla 70-80 qəpiyə. Ancaq bu ölkələrdə görə bilərsiniz, manikenlər bu quruluşda olsun. Əslində qalsa reallığa uyğun danışsaq, Afrika xanımlarının hər kəs bilir ki, bədən quruluşu tamam başqa cürdür. Ona görə də ona uyğun qurulub manikenlər. Zaten başqa formada olsa bəlkə də onlar özlərində o geyimi təsəvvür eləyə bilməzlər. Bu qeyri-qanuni çəkilişdir. Elə sizin satdığınız da qanunsuzdur. Deyir ki, bu qeyri-legal, qeyri-qanuni çəkilişdir. Murad da dedi ki, elə sənin satdığın da qeyri-qanunidir. Bir xal bizim xeyrimizə. Yox, biz burada çəkiliş eləyirik. Deyir ki, qeyri-qanuni. Qanun var ha burada. Allah köməyin olsun. Habari Ghana.
Bu arada onu da deyim ki, dəyərli dostlar, onlar bir-birlərini qıs-qıs çağırırlar. Yəni bura bax deməkdir. Yəni biz pişikləri elə çağırırıq, amma burada hər kəs bir-birini qıs-qıs çağırır. Karibu Canairo. Karibu Canairo. Karibu Canairo. Karibu Canairo. Karibu Canairo. Karibu Canairo. Bəlkə də söyləyim mən. Çünki qərib deyirdin, nəsə mən başa düşmədim. Bir 5 şey mən söylürdüm. Ay. Habari Ghana. Şəxsi mühafizəçimə paltar götürmək istəyirəm, amma səsdən heç də eşitmirəm. Nə kəramət idisə, Kenyaya ayaq bastığımız ilk gündən bizə yardım etmək istəyən adamların hamısı ya içkili olurdu, ya da ki, o biri məsələ. Bu qardaş, durğuzma. Bizim mühafizəçimiz çox gözəl vəziyyətdədir. O saat bilinir ki, bizim gəlişimizlə əlaqədar çoxlu məşq eləyib. Qoru bizi, Richard, qoru. Qoru bizi. Bizə dırnaqarası bələdçilik edən Richard da ayıq deyildi. Qısa zamanda bu adamla o qədər səmimi münasibət yarandı ki, hətta arada onunla qaydaları pozub, doğma dilimizdə zarafatlaşırdım. Sən güvənib gəlmişik bura. Sən bizim arxa dirəyimizsən. Siz hal-hazırda mühafizəçimizi qarşıda görürsünüz. Öz möhtəşəm yerişi ilə insanlara qorxu gətirir. O düz deyin, hər an yıxıla bilər. Mən Richard'ın dərdini çəkirdim. Amma ağlıma da gəlməzdi ki, qarşıdakı Richard'ları görəndə öz Richard'ıma şükür eləməli olacam. Bir sözlə günün günorta çağı, bizə bazarın ortasında açıq-aşkar narkotik vasitə satan bu oğlan yaxınlaşdı. Yaxşı oğlan. Dayan, gör nə deyirəm. Bir dənə bura bax. Yo. Dadına baxmaq istəmirsən? Yo. Narkotika satırdı. Nəşə satırdı. Bu nədir? Göstər baxım. Peanuts. Mən indi bildim ki, qardaş niyə görə bu vəziyyətdədir. What's your name? Çox yeməyə, çox atma ondan. Zəhri var qalsın, ondan çox atma. O da məlum oldu ki, bizə təklif olunan bu narkotikin adı xat imiş. Tarixi mənbələrə görə xatın istifadəsi ilk dəfə indiki Kenya və Efiopiyanın ərazisində geniş şəkildə yayılmağa başlayıb. 13-cü əsrdə isə Nahib Əddin adında ərəb həkimi bu vasitəni əskərlərin yatmaması və döyüş zamanı daha da cəsarətli olmaları üçün onlara verirdi. Xat Kenyada qadağan olunmuş uyuşdurucu və psixotrop maddələr siyahısındadır. Xatın vətəni hesab olunan Efiopiya il ərzində 10.000 ton dırnaqarası məhsul istehsal edir. Biz nefti qara qızıl adlandırdığımız kimi, Efiopiyalılar da bu bitkiyə sən demə yaşıl qızıl deyirlərmiş. Təkcə Somaliya il ərzində yarım milyard dollarlıq bu zəhrimardan ötürülür. Onu da deyim ki, bugün mənə ikinci dəfə idi narkotik vasitə təklif olunurdu. Növbəti günlərdə də gizli və ya açıq şəkildə narkoticarətin şahidi oldu. Yox, kameranı yığışdır, bizi çəkmə, biz istəmirik. Doğrudan? Hə, istəmirik. Tanış olduğumuz narkotacirə gəlincə, o da aşağı-yuxarı eyni şeyi deyirdi. Bu adama enerji verir. İnsana müvəqqəti enerji verən xatdan istifadə edənlər çox danışır. Səhərə qədər danışsalar da, bir sözlə zəvzəyləsələr də yorulmazlar. Ona da deyim ki, bu vasitə insanları təkcə kişi və qadın sonsuzluğuna yox, həm də ölümə aparır. Yox, bunu yedin yata bilmirsən. Bəli, bilirəm. Bax, belə olursan. Mühafizəçilərimizin sayı artdı, dəyərli dostlar. Daha sportsmen bir qardaşımız bizi müşahidə eləyir. Biri-birindən qayıtdan. Əslinə qalsa deyib gülməyimizin səbəbi bu negativ, kriminal ortamda özümüzə motivasiya verib stresimizi atmaq idi. Qardaş boksla məşğul olub, yəni bilinir. Bəli, boksçuya bənzəyirsən. Ano Jomakonsor. Amma addımbaşı problemlərlə qarşılaşırdıq. Düz yolda getdiyin yerdə sənə ilişib əl-qol hərəkətləri ilə baskı göstərərək pul qoparmaq istəyənlərin sayı yüzlərlə idi.
Bizdən sizə məsləhət. Belə durumda onların davrandığı kimi davranmalı, həm də soyuqqanlı olmalısan. Sən yaxşısan? Salam, necəsən? Mən Noyandanam, Kenyadan yox. Hə, bildin. Suahil dilini danışa bilirsən? Həqiqətən çox pis iyrəndim. 2 dəfə miskili qardaşlarla yaxından kontaktda oldum. Danışanda tüpürcə ilə danışırlar. Ümumiyyətlə zəhləm gedir tüpürcə ilə danışan adamlardan. Gel bura Murat gel. Murat gel bura. Gel bura. Maksimum təşkilatlanıb gəlmişik bura. Bura kimsə tək başına mən Kenyaya gedirəm, orada Nairobiyə gedəcəm, gəzəcəm, xalq dilinə desək, belə söhbət yoxdur. Yəni onu burada eləyən adam az qala həyatı ilə risk eləmiş sayılır. Bura gəlmək üçün mütləq şəkildə təşkilatlanmalısan, təhlükəsizlik təmin olunmalıdır. Bazarın içində çəkilişlərimizi bitirib şəhərə tərəf yollanırdıq ki, burada da kameramızı oğurlamaq istəyən bir neçə gənclə qarşılaşdıq. Belə başa düşdüm ki, onları çaşdıran rəngimizin ağ olması idi. Daha demirdilər ki, bir Azərbaycanlını rahatlıqla qarət eləmək ancaq filmlərdə ola bilər. Çevrilib arxaya ümidlə baxanlardan birinə əlimlə işarə elədim ki, gözüm üstündədir. Hər ehtimala qarşı bələdçimiz Muraro da onlara yaxınlaşıb, bir-iki kəlmə söz dedi və məsələ həll olundu. O qabaqda ağ köynək gedir ha. O istəyirdi məndən kameranı uğurlasın. Ağ köynək gedir qabaqda. Azərbaycanlarda sən kamera uğurlaya bilərsən. Salam, necəsən? Yaxşıya, siz də yaxşı olun. Uğurlar sizə. Azərbaycanın 90-cı illəri. O Swahili dilində deyir. Bəli, Suahili. Swahili dilində. Tiyançuni miyasaba, Tiyançuni miyasaba. Ayaqqabı 700-ə. Başqulağımız getdi burada. Bu kimi səslər gələn bir çox piştaxtalar görmək olar. Nairobinin küçə ticarətində. Yəni adam kontuziyalar, necə deyərlər. Murad, sənin başına səs düşmür elə. Key olmuşum. 100 metr gedirik, sıxlıqdır. Bir 100 metr gedəndən sonra boşluq yaranır. Digər 100 metr gedəndən sonra, bir küçəni keçəndən sonra yenə də sıxlıq. Sizə deyim ki, insan sıxılır. Yəni sıxlıqların içərisində insan sıxılır, necə deyərlər. Həddindən artıq çox adam var. Hərəsi də nə işlənsə məşğuldur. Biri soldan qopardır, biri sağdan qopardır, biri nəsə deyir, oradan nəsə qışqırır. Baş ağrıyır, bilmirsən niyə fikir verəsən. İnsan gəlir ki, biraz yeni görmədiyi yerləri görsün, amma baskı ilə qarşılaşırsan. Bilmirsən ki, giyenanın dərdini çəkəsən, bilmirsən təhlükəsizliyin dərdini çəkəsən. Bir sözlə, hər mənada insan sıxılır. Təbii ki, Kenyanın gözəl tərəfləri də çoxdur. Elə əsrarəngiz təbiəti olan Masai Mara qoruğu nəyə desən deyər. Bu ərazidə yaşayan Masai qəbiləsi özünə məxsus adət-ənənələri ilə dünyada məşhur olduğundan az qala ölkəyə gələn hər bir turist onları görməyə can atır. Bizə isə Kenyanın görünməyən tərəfləri daha maraqlı idi. Burada biz sizə kadrlarda da göstərdik. Bəzəkli, rəngli, müxtəlif üstündə şəkillər həkk olunmuş avtobuslar var. Onlara Kenyada matatu deyirlər. Matatu Kenyanın az qala milli atributlarına çevrilmiş nəqliyyat vasitəsidir. Kenyada maşınlar baha olduğuna görə çox adam ictimai nəqliyyatdan istifadə edir.
Statistik rəqəmlərə görə ölkə əhalisinin 70%-i Matatunu tərcih edir. Təkcə paytaxt Nairobidə onların sayı 10 mindən çoxdur. Bu avtobuslarda 14-50 arası sərnişin yerləri olur və məsafəyə görə qiymətlər dəyişir. Matatunun içində kiminləsə söhbət eləmək, sakit xəyallara dalıb nə isə düşünmək qeyri-mümkündür. Bir yandan musiqi səsi, digər tərəfdən konduktorun çığırtıları. Uzun sözün qısası, əsəbi zəif insanlar bir neçə dayanacaqdan sonra rahat şəkildə psixiatrik xəstəxanalıq ola bilərlər. Onu da deyim ki, Matatu ilə sərnişinlər ünvanlarına sürətli şəkildə çatdırılır. Çünki sürücülərin maaşı marşrutu nə qədər çox tamamlamasından asılıdır. Bu səbəbdən avtobus sürücüləri üçün yol hərəkəti qaydaları bir o qədər də əhəmiyyət kəsb eləmir. Avtobuslar GPS, terminal ilə ödəniş və hətta Wi-Fi ilə təchiz olunub. Amma bu həmişə belə olmayıb. 90-cı illərdə Matatular cinayətkar qruplar arasında bölüşdürüldüyündən, burada qarət, soyğunçuluq, kiminsə öldürülməsi adi hal idi. Bir sözlə sərnişinlər bu avtobuslarda Allaha pənah gedib gəlirdilər. Hal-hazırda bütün avtobuslar hökumət tərəfindən vahid sistemə cəlb olunub və kimsə Matatu sürmə eşqinə düşərsə, mütləq şəkildə portaldan qeydiyyatdan keçməli olur. İndi əldə olunan gəlirlər cinayətkarların cibinə yox, dövlətin büdcəsinə gedir. Avtobusların üzərindəki maraqlı şəkillərə gəlincə, burada cizgi filmi qəhrəmanları, məşhur müğənnilər, aktyorlar, dini motivlər üstünlüyü təşkil edir. Bir sözlə qərbə meyillilik əməlli başlı hiss olunur. Bu arada onu da deyim ki, maraqlı şəkillər daha çox müştəri deməkdir. Burada avtobuslar plazma monitorlar, müasir səs-gücləndiricilər ilə sanki bir-biri ilə bəhsə giriblər. Hətta Kenyada hər il ilin ən yaxşı avtobusu müsabiqəsi keçirilir. Burada təkcə avtobusun dizaynı yox, həm də təhlükəsizliyi, konduktorun xidməti və s. nəzərə alınır. Matatuları bəzəməyi isə xüsusi bir peşə hesab olunur. Və biz də bu əsərlərin müəllifləri kimdir? Onları çəkməyə gedirik. Baha görək onlar nədən ilhamlanır, niyə görə belə müxtəlif şəkillər çəkirlər. Və araşdırma aparıb, bu peşə sahiblərindən ən məşhuru ilə tanış olmağa qərar verdik. Onun adı Nuzi idi. Soraqlaşa deyəsən Nuzinin emalatxanasına gəlib çıxmışdıq. Amma özümüzü sığortalamaq üçün emalatxananın ətrafındakı avtomobillərin kim tərəfindən tuning olunmasını dəqiqləşdirdik. Salam, bu Nuzinin əl işləridir. Bəli, bəli. Super, əla işdir. Bu şəkilləri Nuzi çəkib. Bəli, o çəkib. Həqiqətən möhtəşəm işlərdir. Nuzinin tuning etdiyi maşınlardan biri diqqətimi çəkdi. Daha doğrusu, sifarişçinin əcaib ideyası. Məncə, siz də təəccüblənəcəksiniz. Sənin adın nədir? Mənim adım Peterdir. Bu möhtəşəm maşın Piterindir. Öz zövqünə uyğun hazırlayıb bu maşını və burada birinci xanım Şanskopa, yəni öz həyat yoldaşının adını yazıb. Sən bura yazmısan birinci xanım Şanskopa. Məyər ikinci xanımın da var? Xeyr. Əminsən? Bəli. Dəqiq. Bəli. Deyirsən bir həyat yoldaşı bəs eləyir? Bəli. İkinci arvad olsa saxlaya bilməzsən, bağa başa gələr. Çox sağ ol əziz qardaş. Sağ olun, hələlik. Ümid edirəm ki, bu videodan sonra Azərbaycanda kimsə həvəslənib öz həyat yoldaşının adını maşının üstünə vurmayacaq. Yəni belə. Bu da axtardığımız Nuzi. Biz onu görməyə şad olsaq da, o gəlişimizin məqsədindən o qədər də məmnun deyildi. Səbəbi isə başa düşülən idi. Çəkilişdən sonra bura vergilərdən tökülüb gələcəklər. Elə biləcəklər ki, bütün günü burada milyon qazanırıq. Narahat olmaya bilərsən, bu video Kenyada yayımlanmayacaq. Uzun sözün qısası, Nuzini birtəhər yola gətirə bildik və vaxt itirmədən keçdik əsas məsələyə. Məncə bu qədər böyük işlərin müəllifi üçün ona verəcəyimiz tapşırıq su içmək kimi asan olmalı idi. Deməli, onlar avtobusun üstündə Azərbaycan bayrağının çəkilməsini, bir də öz adlarının yazılmasını istəyirlər. Bu mümkündür? Burada çətin heç nə yoxdur. 3 rəng, ay və ulduz. Bir də bizim adlarımız. Murad, Emin. Həm də biz sənin peşəkar işini görmüş olarıq. Hə, nə deyirsən? Oldu. Əla, bu başqa məsələ. Baxa görək, Nuzi nə işlə məşğuldur. Rəngi rəngə qatıb, 3 rəng hazırlayır. Çox gözəl. Nuzi müştərilər zəng eləyir ona. Deyəsən səs-küy olacaq biraz zamanda.
Yavaş-yavaş oxşuyur. Nə vaxtsa kimsə Azərbaycandan Keniyaya gəlsə, burada Azərbaycanın bayrağını görsə matatın üstündə təəccüblənməsin. Ah, qırmızı rəng. Acan. Nozi, bayrağımızda ulduz 8 güşəlidir. Sən birini çəkməmsən. 8 güşəli? Bəli. Yaxşı, indi çəkərəm. Anlaşılandır, çünki kiçik bir telefondan, onun ekranından böyüdüb baxır. Türklər demişkən, kusura baxmayın. Nozi ilə söhbət əsnasında onu da öyrəndik ki, adam bu sənətin heç bir məktəbini oxumayıb. Sadəcə məktəb vaxtından dostunun qarajında yavaş-yavaş bu peşəyə yiyələnib. Hal-hazırda Nairobinin nömrə 1 matatu rəssamıdır və buna görə 12 illik iş təcrübəsinə borclu olduğunu deyir. Mənə bayrağınızdakı rənglər maraqlı gəldi. Onların mənası nədir? Biz türk xalqı olduğumuza görə göy rəng türkçülük deməkdir. Necə? Türk. Eşitməmsən, Azərbaycan, Türkiyə, Qazaxıstan, hamısı türk dilli dövlətlərdir. Qırmızı rəng demokratiya simvoludur. Yaşıl rəng isə İslam rəmzidir. Hə, İslam. Amma bizim bayraqda yaşıl rəng təbiət mənasını verir. Qırmızı rəng qan, qara bizim rəngimiz, ağ isə sülh deməkdir. Düşünürəm ki, qısa bir zamanda möhtəşəm bir iş qoydu ortalığa Nozi qardaşımız. Bu həqiqətən möhtəşəmdir. Əla, təşəkkürlər Nozi. Salam Azərbaycan. Bir daha təşəkkürlər. Hər şeyə görə çox sağ ol. Habari Ghana. Hello. Sənin ismin nə, abla? İsmim Rukiye Şaban. Yo, dayan, olmaz. O içkilidir, belə vəziyyətdə məscidə girə bilməz. Allahu Samad. Vermək istəmir, fikir verirsən. Bura evin qapısıdır. İyi hiss edirsən. Çalışıram nəfəs almayım. Bəlkə də tualeti olan evlər var. Amma siz o evləri Kiberada axtarmayın. Zibilini çək o tərəfə, məni çəkmə.